Salam, hər vaxtınız xeyir. Bu videoda biz DİM-in 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı 19-a nəzər yetirəcəyik. Bu sınaq imtahanında da nəzəri suallar ümumi suallardan təşkil olunmuşdur. Digər suallar isə mətn suallarından təşkil olunmuşdur. Bundan öncəki sınaqlarda kanala yerləşdirilib. Siz videolara baxaraq da müəyyən bir biliklərə, müəyyən bir məlumata da malik ola bilərsiniz. Və eyni zamanda videoları bəyənərək, kanala abunə olaraq da öz dəstəyinizi bildirmiş olarsınız. İndi isə nəzəri suallara baxaq. Amonim olmayan sözü müəyyən edin. Təsnif. Təsnif sözü amonimdir. Təsnif bir şeyi qruplaşdırmaq mənasında təsnif edirik. Bir də muğamın tərkibində olan musiqiyə təsnif deyilir. Hava, biri var nəfəs aldığımız hava, bir də musiqi havası, bu da amonimdir. Qarış, biri var qarış ölçü vahidi kimi, bir də var qarışmaq mənasında işlənir, bu da amonimdir. Zindan, həbsxana mənasında, bir də qaranlıq mənasında da işlənir. Qızıl sözü isə amonim ola bilmir. Ona görə cavab olur evət. 2. Hansı sözlərin yazışında səhvə yol verilmişdir? Səlis sözü yanlışdır. Burada t olmamalıydı. Səlis yazılır. Ona görə bir səhvdir. Dürüst düzdür. Veriliş düz yazılıb. Danlayaq deyil, danlayaq olmalıydı. 4'ü götürürük. Bir də nümunəvi yox, nümunəvi olur. Ona görə də 1, 4, 5 cavab olur D. 3. Əlbəttə, əziz müəllimim, doğru məlumatları paylaşmaq bizim vətəndaşlıq borcumuzdur cümləsinin təhlil ilə bağlı yanlış fikri müəyyən edin. İsmi xəbərli cümlədir, bəli, bizim vətəndaşlıq borcumuzdur. İsmi xəbərli cümlədir. Yanlışları soruşur. Ona görə biri çıxırıq. Baş üzvlər söz birləşməsində ifadə olunub. Nədir? Bizim borcumuzdur. Bizim borcumuz nədir? Doğru məlumatları paylaşmaq. Bu da olur mübtəda. Mübtəda və xəbər baş üzvlərdir. Baş üzvlərdə gördüyümüz kimi söz birləşməsindən ifadə olunur. Ona görə ikincide çıxırıq. Əziz müəllimim mübtədadır. Xeyr, əziz müəllimim xitabdır. Ona görə bu yanlışdır. 3'ü götürürük. Cümlə zərfliklə başlayır. Xeyr, modal sözlə başlayır. 4. Məstər tərkibi cümlə üzvü deyil. Məstər tərkibi cümlənin mübtədasıdır və cümlə üzvüdür. Ona görə 5'də götürürük. 3, 4, 5 cavab olur A. 4. Xəbərinə sual vermək mümkün olmayan nümunəni müəyyən edin. Xəbərinə sual vermək mümkün olmayan nümunə dedikdə biz var, yox, lazım, gərək, bəs, mümkün tipli sözlərdə axtarırıq. Burada da cavab D bəndində bəsdir sözünü görürük. Ona görə cavab olur D bənd. 5. Məlum növdə olan feil işlənmiş nümunəni müəyyən edin. Dostum yolda yıxılmışdı. Bu qayıdış növdədir. İş obyektin öz üzərində icra olunur. Gün çıxanda gec idi. Burada cavab B bəndidir. Qapı dünən açılmışdı. Məchul. Hasarın üstündən onun başı göründü. Qayıdış. Yazılmış kağız stolun üstündə idi. Burada da məlum növ yoxdur. Ona görə cavab olur B bəndi. 6. Mənim fikrim hələ də yaxınlarda idi. Nümunəsinin morfoloji təhlillə bağlı yanlış fikri müəyyən edin. Əvəzlik mənsubiyyətə görə dəyişib. Biz bilirik ki, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilməz. Burada da əvəzlik mənimdir. Mən də şəxs əvəzliyidir və şəxs əvəzliyi mənsubiyyətə görə dəyişə bilməz. Cavab olur A bəndi. Buradakı im şəkilçisi yəli halın in şəkilçisidir. Yəni mənsubiyyət şəkilçisi deyil. 7. Birində say işlənməmişdir. A bəndi sənə neçə köməkçi lazımdır. Burada neçə sözü əvəzlikdir. Sayın sualıdır. Nitq səsi olaraq əvəzlikdir. Buna görə cavab olur A bəndi. 8. Budaq cümləsi əvvəldə gələn tabeli mürəkkəb cümləni müəyyən edək. Nəyi ürəkdən istərsən, ona da nail olarsan. Bir bunu götürürük. Burada eyni zamanda bağlayıcı söz də var. Yəni sual əvəzliyi də var. Sual əvəzliyi bilir ki, budaq cümlənin tərkibində olur və budaq cümlədə hər zaman sual əvəzliyi varsa, budaq birinci, baş sonra gələn sxemdə bağlayıcı söz ola bilər. İnanmırdım, inanmırdım ki, qanı qaralsın. Bu həmin sxemi ödəmir. Necə danışırdı, elə də gəlib 3'ü götürürük. Daha sonra mən inanırdım ki, gələcək burada yoxdur. Kim cavab versə, hədiyyə olunur. Bu da 1, 3, 5 cavab olur B bəndi. 9. Həmcins üzvlərin olmadığı nümunəni müəyyən edin. Şəhərdə, kənddə burada həmcinsliyi var.
Bəziləri, yəni bilənlər də, bilməyənlər də. Atamla qardaşım bircə gəldilər. Burada da var. Selcan, İlknur, təcili evə qayıdın. Burada üzr dediyi üçün bunlar xitabdır. Xitabda cümlə üzvü deyil. Ona görə cavab olur, deyil. Dostları şəhərin küçələrini unuda bilmirdi. Dostları şəhərin küçələrini unuda bilmirdi. Burada da əslində həmcinslik yoxdur. Dostları şəhərin küçələrini unuda bilmirdi. Burada testin 2 cavabı var. Çünki burada da həmcinslik yoxdur. D bəndində də həmcinslik yoxdur. Ona görə bu testin 2 cavabı olur. D, bir də Y. 2 cavabı da olur. 10. Modal söz işlənmiş nümunəni müəyyən edin. Bunu o səncə bilmirdi. Sən qədər bilmirdi. C-ni qədərlə əvəz edə bilirsə qoşmadır. Sən nəticəni həll edə bilmirsən. Sən nəticəni həll edə bilmirsən. Burada yoxdur. Elə bil uşaq idi. Elə bil bənzətmə müqayisə bildirən modal sözdür. Cavab olur C bəndi. Mətn sualına baxaq. Yasəmən ağacı mətnidir və mətnlə bağlı suallara nəzər yetirək. 11. Mətnə əsasən doğru hökmdür. Kəndimizdə yeganə yasəmən ağacı məktəbdə idi. Bəli, biz bunu ilk cümlədə görürük ki, burada deyir ki, məktəbimizin bağçasında cavan bir yasəmən ağacı vardı. Kəndimizdə yasəmən olmazdı. Məktəbimizdəki yasəmən isə Aslan müəllim əkmişdi. Ona görə biri götürürük. Kəndin ilk yasəmən ağacında bülbül yuva qurmuşdu. Bəli, biz mətndə bunu görürük. Bu hökmdür, doğru hökmdür. Dostlar Aslan müəllimdən üzr istədilər. Xeyr. Yeni yasəmən ağacını əvvəlkinin yerində əkdilər. Yeni yasəmən ağacı əkilmədi. Əvvəlki yasəmən ağacı yenidən böyüməyə başladı. Aslan müəllim şagirdə bir dərs vermiş oldu. Bəli. 1, 2, 5 cavab olur A bəndi. 12. Cədvələ əsasən üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Və həmin sözün mətndəkindən fərqli mənada, yəni həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada işlətməliyik. İşləndiyi cümlələri tapmalıyıq. Üzərində rəqəm yazılmış söz. Məktəbimizdəki yasəməni isə Aslan müəllim əkmişdi. Əkmişdi sözü burada həqiqi mənadadır. O ürəyimizə sevgi toxumu əkmişdi. Burada bu məcazi mənadadır. Doğru fikirdir. İkinci söz. Bir gün mənimlə bir partada oturan yoldaşım. Bu da həqiqi mənadadır. Bütün sirli məqamlar artıq yerinə otururdu. Bu da məcazi mənadadır. 1 ilə 2 doğru fikirdir. Cavab olur D bəndi. 13. Mətnə aid aforizmi müəyyən edin. Ən yaxşı tərbiyə insanı öz vicdanı qarşısında mühakiməyə buraxmaqdır. Mətndə tünd qara hərflə verilmiş cümlədəki fikir əsasında belə qənaətə gəlmək olar. Mən indi həmin pöhrələrə sevə-sevə qulluq edir, onları qoruyuram. Burada deyirik ki, buradan biz bu qənaətə gəlirik ki, şagird öz əməyindən zövq alır. Sevə-sevə qulluq edirsə, bu onun etdiyi işdən zövq aldığı anlamına gəlir. 15. Mətnə əsasən hansı hadisənin səbəbini müəyyən etmək mümkün deyil. Şagirdin Cəfərlə bərabər yasəmən ağacının yanına qaçmasının. Bunun səbəbi oydu ki, orada Cəfər gəlib deyir ki, orada yasəmən ağacında bülbül yuva qurub və onlar da qaçaraq gəlib onu izləmək istəyirlər. Şagirdin ağaca çıxmasının bülbülün yuvasını görmək istəyirdi. Şagirdin Aslan müəllimdən cəza gözləməsinin, çünki ağacı əkən Aslan müəllim idi və ağacı qırdığı üçün Aslan müəllimdən cəza gözləyirdi. Şagirdin yasəmən ağacının təzə pöhrəsini qorumasının, çünki artıq o əvvəl ağacı qırmışdı, daha sonra bundan peşman olmuşdu və indi onun təzə pöhrəsini qoruyurdu. Kənddə bu hadisəyə qədər yasəmən ağacının olmamasının bunun səbəbi bilinmir. 16. Çərçivədə verilmiş sözü əvəz edə biləcək nümunələri müəyyən edin. Mən Aslan müəllimdən məzəmmət və cəza gözləyirdim. Burada məzəmmət sözünə biz danlaq, bir də tənə sözlərini əvəz edə bilərik. 17. Mətndə altına xaç çəkilmiş hissə haqqında doğru fikirləri müəyyən edin. Söhbət bu hissədən gedir. Tərkibində məcazi mənalı ifadələr var. Bəli, burada deyir ki, başı hamar kəsilmiş bir kötük qalmışdı. Yəni, ağacın, kötüyün başı məcazi mənadadır.
1-i götürürük. Hadisələrin yekunu əks olunmuşdur. Xeyr. Burada hələ yekun deyildi. Bir-birinin əksi olan sözlər işlədilmişdir. Bəli, burada mətnin kontekstinə uyğun olaraq əks mənalı sözlər baş sözündən kötük sözünü götürə bilərik. Amma kontekstə uyğun mənasıdır. Müəllimin şagirdi tənqid etməsi əks olunub. Xeyr. Məzmun ardıcılığı pozulmamışdır. Bəli. Buna cavab olub 1-3-5. Qarşısında rəqəm yazılmış hansı cümlədə insanın keçirdiyi hisslər daha aydın müəyyən olunur? Burada Aslan müəllim heykəl kimi qımıldanmadan Yasəmən ağacına baxırdı. Sonra dinməzcə dönüb getdi. Bunu biz bura qeyd edə bilərik. 19. Qarşısında işarə qoyulmuş sözü fərqli mənada cümlədə işlədin. Qarşısında işarə qoyulmuş söz Aslan müəllim heykəl kimi qımıldanmadan Yasəmən ağacına baxırdı. Bu burada həqiqi mənada işlənib. Bizdə fərqli mənada deyirsə, artıq biz onu məcazi mənada işlətməliyik. Məsələn, iclasda müəyyən məsələlərə baxıldı. Məsələn, o valideynlərinə yaxşı baxırdı. Sözlərində bu cümlələrini bura qeyd edə bilərik. 20. Mətnə sizin cədvəlini tamamlayan fikirləri yazın. Ağacın gövdəsi sındı. Səbəb o şagird ora çıxdı. Ağac da onun ağırlığına tab gətirmədiyi üçün sındı. Şagird dərsə cavab vermək əvəzinə ağladı. Bunun nəticəsində nə oldu? Orada deyir ki, onun ağlamağına baxmayaraq müəllim, Aslan müəllim digər şagirdə sual verib, yəni sualın cavabını almağa çalışırdı. Bunu da biz bura nəticə hissəsinə yaza bilərik. Keçək digər mətnə. Zivər bəy Əhmədbəyov. 21. Mətndə tünd qara hərflərlə yazılmış ifadə hansı nümunələrdə mətndəki mənada işlənmişdir? Yəni biz burada yenə də həqiqidirsə həqiqini axtarmalıyıq, məcazidirsə məcazini axtarmalıyıq. Onun xatirəsi Azərbaycan ziyalıları tərəfindən həmişə yada salınır, adı sevgi ilə anılır. Bilmədən sənədləri əlindən saldı. Burada o mənada işlənmir. O danışsa dostlarını yeni fikrə salırdı. Bunu götürə bilərik. Uşaqlar sinif otağına saldılar. Bu deyil. Yorğunluq alimi əldən salmışdı. Burada da məcazi mənada işlənib. Köynəyin yaxasını içəri saldı. Bu aid deyil. Buna görə cavab olur E bəndi. 22. Mətndə məzmun ardıcılığını nəzərə alaraq ikinci abzasdakı cümlələrin düzgün ardıcılığını müəyyən edin. Söhbət bu abzasdan gedir. Burada rəqəmlə yazılmış cümlələr var və ardıcıllıq pozulur. Mətni oxuyanda da bunu hiss etmək olur ki, orada ardıcıllıq pozulub. İndi isə biz onu düzgün ardıcılığından yazmalıyıq. Burada ilk olaraq onun doğum tarixi var. Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. 5-ci cümlə birinci olacaq. Daha sonra orta təhsilini Şamaxıda alıb, təbii ki, bunun ardıcdan gələcək. Daha sonra 1902-ci Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib, bunu yazırıq. Sonra 1910-cu ildən Bakı şəhərində yaşayıb, tarixləri əsasında bunu bərpa eləyə bilirik. Daha sonra 1902-1917-ci ildə karyerasındakı irəliləməyə başlayıb, bunu götürürük. 4. Bir də 6 qalır. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Bakı şəhərinin baş memarı olub. 5, 3, 1, 2, 4, 6 cavab olur C bəndi. 23. Mətndə sizin doğru fikri müəyyən edin. Zivər bəy Əhmədbəyov Sovet hakimiyyəti illərində xoş qarşılanmayıb, bəli, o təzyiqlərə məruz qalıb. Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib, bəli. Mənzilini geri alıb. Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. Universiteti bitirib, amma Sovet hakimiyyəti illəri deyil. Sovet hakimiyyəti illəri Azərbaycanda 1920-ci ildə olub, yəni qurulub. Ona görə də onu götürə bilmərik. İnstitutu bitirməyi doğrudur, İnşaat Mühəndisləri İnstitutunu bitirməyi doğrudur. Amma bu Sovet hakimiyyəti illərində olmadığı üçün biz onu götürə bilmərik. Mənzilini geri alıb, xeyr, bu da həmin illərə aid deyil. Daha sonra Bakı şəhərinin baş memarı təyin edilib.
Xeyr, həmin dövrdə o Sovet hakimiyyət dövründə hətta bu vəzifəsindən azad edilmişdi. Mətndə də bu haqda məlumat var. İşdən çıxarılıb, bəli, vəzifəsindən azad edilmişdi. Ona görə cavab olur B bəndi. 24. Mətnə əsasən Zivər bəy Əhmədbəyovla bağlı doğru fikir hesab etmək olar. 37 yaşından Bakı şəhərində yaşamağa başlayıb. Doğulduğu ildən əsasən bunu hesablayıb, bəli, onun Bakı şəhərdə 37 yaşında yaşadığını təyin etmək olur. Onun evləri hazırda sahiblərinə qaytarılıb, mətnə bu haqda bir fikir rast gəlmir. Xalq cümhuriyyət dövründə işdən çıxarılıb, xeyr, xalq cümhuriyyəti illərində deyil, Sovet hakimiyyəti illərində işdən çıxarılmışdı. Layihələrində bir neçə ənənələri birləşdirməyi bacarıb, bəli, mətndə də bu haqda fikir var idi ki, o Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə əks etdirmişdir. Ona görə cavab olur A. 1-4. 25. Qarşısında hansı işarə qoyulmuş cümlədən mətndə bəhs olunan şəxs haqqında məlumat almaq olmaz? Burada bu nümunə ilə başlayandakı işarəyə baxaq. Bu gün dünyanın bir çox ölkələrində Azərbaycan alimlərinin əsərləri oxunur, memarların yaratdığı abidələr ziyarət edilir, nümunə kimi göstərilir. Burada ümumi danışılır, Zivər bəy Əhmədbəyov haqqında danışılmır. Ona görə də biz bu cavabı götürürük. 26. Mətnə aid əsas fikri müəyyən edin. Möhtəşəm əsərlər müəllifini hər zaman yaşadır. Bunu biz Zivər bəy Əhmədbəyova aid edə bilərik. 27. Hansı plan bəndləri mətnin yalnız əsas hissəsinə aiddir? Yəni, biz orada olan fikirləri nə girişə, nə də nəticəyə aid edə bilmərik. Yalnız biz bunu əsas hissəyə aid eləyə bilərik. Memarın xatirələrinin yaşadılması, bəli, bu əsasda var idi. Biz bunu götürürük. Memar xatirəsinin yaşadılması. Xatirəsinin yaşadılması deyir. Yox, o buradaydı. Nəticə hissədəydi. Burada xatirəsinin yaşadılması buradadır. Biz ona görə onu götürə bilmərik. Yox. Onu çıxırıq. Ölkənin məşhur şəxsləri. Bu girişdə də var idi. Ona görə bunu götürmürük. Mirasın geri qaytarılması. Burada onun evinin geri qaytarılması haqqında əsas hissədə danışılır. Daha sonra isə sahiblərinə qaytarılıb. Bunu götürürük. Memarın müəllifi olduğu abidələr, bunda biz əsas hissədə görürük. Memarlıq nümunələri, bunu girişdə də belə bu haqda fikir var. Ona görə cavab olur 3-4. Müxtəlif fəaliyyət sahələrində irəliləmə uğur şərhi mətndə üzərində rəqəm yazılmış hansı sözə uyğundur? Müxtəlif fəaliyyət sahələrində irəliləmə, uğur şərhi mətndə üzərində rəqəm yazılmış. Üzərində rəqəm yazılmış sözlərdən baxaq. Abidələrdə aid deyil, karyerasında irəliləməyə başlayıb. Bura qeyd edə bilərik. Ona görə cavab olur B bəndi. 29. Mətndə birinci abzasda altından xətt çəkilmiş ifadələr əsasında cədvəli tamamlayan fikirləri yazın. Birinci abzasda altından xətt çəkilmiş fikirlər. Malik şəxslər, istedada malik, birdən nümunə kimi göstərir. Bu iki fikri biz buraya yazırıq. İfadə etdiyi məna eyni qalır. Sadəcə biz onun həmin o cümləni yox, ondan başqa mənada yazırıq. Malik şəxslər, qeyri-istedada malik sahib şəxslər deyə bilərik. Daha sonra nümunə kimi göstərilir. Örnək kimi göstərilir də deyə bilərik. Onların nümunədə də müəyyən başqa cümlələr qura bilərik. Məsələn, sahib, o müxtəlif biliklərə sahib idi. Bunu qeyd edə bilərik. Örnək, Azərbaycan milli qəhrəmanları gənclərimizə örnəkdir. Azərbaycan əskərləri, Azərbaycan igidləri gənclərimizə böyük örnəkdir fikirlərində qeyd edə bilərik. 30. Çərçivədə verilmiş hissə mətnin neçənci abzasının sonuna əlavə edilsə, əlaqə pozulmaz. Onun layihəsinin verdiyi tikililər dünyanın bir çox alimlərinin marağını cəlb etmişdir.
Dünyanın nüfuzlu təşkilatları onun nadir tikililərinə baxış keçirmiş, unikallığını qəbul etmişdir. Hansı abzasa biz bunu qeyd edə bilərik? Biz burada bunu 4-cü abzasa qeyd edə bilərik. Çünki burada hətta deyilir ki, UNESCO-nun tarixi abidələr siyahısına salınaraq onun Əmircandakı layihəsi, yəni verdiyi məscid layihəsini verdiyi məscid də bu gün də qorunur UNESCO tərəfindən. Biz bunu 4-cü abzasa qeyd edə bilərik.